Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın Azerspace 1 adlı peyki Cənubi Amerikada yerləşən Fransanın Guyana Kosmik Mərkəzinin Kourou kosmodromundan Ariane Space fransız şirkətinin raket daşıyıcısı vasitəsilə fəzaya qaldırılıb. Peykin çəkisi 3,2 tondur. Peyk Malaziyanın Mesat şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Dünyanın 30 ölkəsi ilə mövqe razılaşdırılması üzrə 7 illik prosesdən sonra o öz mövqeyinə yerləşəcək. 43,2, 58,5 və 96 dərəcə şərq uzunluğu. Cihazı Azərbaycan hökumətinin sifarişi ilə Orbital Sciences Corporation hazırlayıb. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə Peykin resurslarının 20% ölkənin ehtiyacı üçün istifadə ediləcək, qalanı icarəyə veriləcək. Artıq Peykin resurslarının 40%-nin satışı üçün şərti müqavilələr imzalanıb. Azerspace 1 Peyki texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdə bir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. Peyk 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Azerspace 1 Peykinin yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edəcəyi iddia olunur. Peyk 7 ilə xərcini çıxaracaq. Cihaz $17 milyon sığortalanıb və istismar müddəti 15 ildir.